Gelin kabağa gelin. Fatiha. Allahümme salli ala Muhammed. Bismillahirrahmanirrahim. Allah rahmet eylesin. Allah rahmet eylesin. Amin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alamin. Və salatu Muhammedin və ecmain. Allah Teala'ya sonsuz hamdü sanalar olsun. Peygamber Resulü'ne Allah'ın salatı salamı olsun. Allah Teala'nın rəhməti, əfvi məğfirəti cəmi şəhidlərimizin və burada yatan məzədim cəmi dünyasındəşmələri üzərinə olsun. Bu günləri hər birimizə məlumdur ki, Azərbaycanın ən şanlı gününü, tarixin ən şanlı səhifəsini yaşayırıq. 2020-ci il 27 sentyabrdan başlayaraq 44 gün ərzində Ali Başkomandan cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq və ordumuzun bu torpağın uğrunda əziz canlılarını fəda vermiş şəhidlərimizin qanı hesabına, qazilərimizin canı hesabına başa gələn 44 gün ərzində möhtəşəm bir zəfər, möhtəşəm bir nailiyyət əldə etmişdik. Bugün eyni zamanda bildiyimiz kimi Şuşanın azad olduğu gündür. Məhz cənab Prezidentin sərəncamı ilə bugün bütün ölkədə artıq zəfər bayramı qeyd olunur. Bu zəfəri bizə yaşatdıqlarına görə əziz şəhidlərimizə Allah Teala'dan bir daha rəhmət dilərik. Onların valideynlərinə, yaxınlarına Allahdan səbir dilərik. Allah Teala'dan ordumuza güc, qüvvət arzulayırıq və burada bu tədbirdə iştirak edənlərin hər birisinə öz minnətdarlığımızı bildiririk ki, bu günləri gözəl bir şəkildə bu tədbirdə iştirak edirsiniz. Və xüsusən olaraq da məktəblərə, kollektivlərinə öz minnətdarlığımı bilirəm ki, bu gənc nəsillərin nümunəvi bir şəkildə yetişməsində həqiqətən çox örnək olurlar. Bu gəncləri bura dəvət edirlər, canlı şahid olurlar. Bunların da şuurunda vətənpərvərlik hissi oyanır və gələcəkdə ölkəmizə xidmət edəcək gözəl nəsil yetişdirməsinə müvəffəq olurlar. Mən bu tədbirdə öz təbrislərini, bu bayram gününə öz təbrislərini çatdırmaq üçün, eyni zamanda bu bayram gününə bir rəng qatmaq üçün Gəncə Göylər kənd icra nümayəndəsi hörmətli İxtiyar Xəlilova söz vermək istəyirəm. O da öz bu bayram günündə təəssüratlarını bizi ilə xahiş edirəm bölüşsün, öz təbrisini çatdırsın. Allah hər birinizdən razı olsun. Çox hörmətli elimiz, obamız, hanım iştirakçıları, Əfəndi çox gözəl qeyd elədi ki, ölkə rəhbərliyinin doğru, düzgün siyasəti ilə bizim şəhidlərin qanı bahasına, bizim qazilərin o nətər canının bir hissəsini, deyərdim ki, eləsi var ki, yəni iki gözündə, iki ayağında, bədənin müxtəlif hissələrini orada yəni qoyub gəlib və elə bir hal vardı ki, doğrudan da ölkənin siyasəti nəticəsində o vaxtlar yəni xəstə sağalırdı, deyirdi, mən də gedirəm. Hərbi komissarlıqlara ölkənin hər tərəfindən müraciətlər olurdu ki, könüllü gedirik. Və onu da həqiqətən vətənpərvər yetişdirməyə ölkənin daxili siyasəti, quruculuğu və özünə arxayın bilirdi ki, nə vaxtsa bu qələbəni çalmaq imkanının vaxtı yetişdiyin çox düzgün müəyyənləşdirmişdi. Zəfər çalmış prezidentin arxasında özü də qeyd elədiyi kimi heç vaxtı döyüşən saldat, əskər, hərbi hissə olmasa
o qalibiyyəti əldə etmək qeyri-mümkündür. Mən hər bir şəhid valideynlərinə burada Allahdan səbir diləyirəm. Allah onların yerin həmişə yüksək eləsin, yüksək də eləyir. Yəni şəhidlik adı doğrudan da hər adama nəsib olmur. Nə qədər dövlətimiz var, nə qədər tariximiz var, nə qədər ölkəmizin bütövlüyünü bunlar əldə edib və heç bir şəhid unudulmayacaq. Bunlar tarixə düşmüş, tarixə qovuşmuş və gələcək salnamələrdə, ədəbiyyatda, kinolarda, romanlarda, dastanlarda, hər bir yerdə bunların qəhrəmanlığı göstəriləcək, yazılacaq və gələcək nəslə. Bayaqları müəllimlərin təşkilatçılıq məsələsindən danışdıq. Mən dünənləri də dəvət olmuşduq, getdik, iştirak elədik, 1 nömrəlidə, 2 nömrəlini də gəldim, gördüm, çox yüksək səviyyətdə, çöl göylərdə də qoyublar, nətər, o kütləvi informasiya vasitələrində, telefonda, internetdə baxıram, görürəm ki, doğrudan da yüksək səviyyədə keçirilir. Burada elədir ki, biz hər birimiz şəhidlərə canımız qurban, qeyd edirik, onların valideynləri qarşısında baş əyirik. O xırda para həmişə nə lazımdırsa vaxtında, deyin vaxtında bilək, biz onsuz da ola bilsin ki, o şəhidlərin valideynlərində heç bir səhv ola bilməz. Amma bizim diqqətsizliyimizdə nəsə bir kiçik nüans sabah onları o gələr qəlbə dəymiş kimi qeyd olunmasın. Mən burada təşkilatlar arasında o mehribanlığı, düzgün istiqaməti, o istəyir məktəblər olsun, istəyir məscid olsun, istəyir səhiyyəmiz olsun. Həmişə bir-birinə, o kollektivlərdə biz burada qonaqlar olmadığına görə qeyd edirəm ki, biz öz kəndimizi, kəndimizin mədəniyyətini biz burada təbliğ edirik. Gələn qonağımıza da, gedənə də hər birimiz bilirik ki, Göylərin doğrudan da ənənəsi, tarixi necə olub. Göylər kəndində mədəniyyət evi olanda, Göylər kəndində səhiyyə ocağı olanda, Göylər kəndində müəyyən o nətər sahələr olanda bu qonşu ellərdə, elatlarda olmuyor. Bugün də həmən Göylərdir, ziyalı Göylərdir. Bizim Allah bir daha ölkə şər göstərməsin, xeyrimizdə, şərimizdə nümunəvi iştirakınızı mən sizdən təvəqqə xahiş edirəm. Bir daha Allah hamısına rəhmət eləsin, yerləri cənnət olsun, iştirakçılara öz minnətdarlığımı bildirirəm. Sağ olun. Çox sağ olun İxtiyar müəllim, Allah köməyiniz olsun. Gözəl, dolğun çıxış elədiniz. Eyni zamanda təbrikinizi çatdırdınız bugünkü gözəl zəfər bayramımız münasibəti ilə. Allah təala sizdən də razı olsun. Mən şəhid valideynlərdən xahiş edirəm, onlara inşallah söz vermək istəyirəm. Qalib qardaşa söz vermək istəyirəm inşallah ki, o da öz sözlərin bizimlə bölüşsün. Çox sağ olun. Sayır yetecek biraz tədbirimizdə ilə. Əvvəla bütün tədbir iştirakçılarını, dəyərli şəhid valideynlərin, körpə balalarımızı, müəllimləri, müəllimələri, gələn qonaqları, ümumən Göylər kənd cəmaatı hamınızı salamlayıram. Allah 8 noyabr Zəfər günü münasibəti ilə hər bir kəsi ürəkdən təbrik edirəm, bayramınız mübarək olsun deyirəm. Allah bu zəfəri bizə yaşadan şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. 44 günlük qısa bir zaman kəsiyində, yəni 30 illik bir həsrətə son qoydular. Səhv eləmirəmsə, Məmməd Səid Ordubadın da deyir ki, vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim. Vətən hər adama oğul deməz. Düzdür, evlad adısı böyük dərddir. Allah heç kimə göstərməsin. Özü vətəndə hər oğula oğul demir, hər oğul bayrağa bükülüb gəlmir. Allah yenə də qəni-qəni şəhidlərimizə rəhmət eləsin, qazilərimizə acı şəfalar versin inşallah. Allah cəmaatımızı qorusun, millətimizi qorusun, dövlətimizi, dövlətçiliyimizi, dövlət başçımızı qorusun. Bir daha bayramınız mübarək olsun. Çox sağ olun. Şəhid valideynlərinə Natiq müəllimə söz vermək istəyirəm, o da öz Çox sağ olun efendim. könül sözdən bizdən bölüşsün. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Bugünkü ilk öncə bizə bugünkü zəfəri yaşadan oğullara, vətən torpağının bütövlüyü ilə canın fəda eləyən qəhrəmanlara salam olsun deyirəm. Və sizlərə salam olsun ki, bu günləri valideynlərlə, yəni ki, şəhid valideynlərlə bizi ilə bir yerdəsiniz. Allah hamımızdan razı olsun. Belədir ki,
zaman Azərbaycan dövlətində Azərbaycan torpaqlar itirib və şəhid də verib, bundan da çox şəhid verib. Elhamdülillah ki, 44 gün zaman çərçivəsində torpaqlarımızı 30 illik həsrətə son qoydular. Biz həmin ərazilərdə olmuşuq. Ciddicən qutaran torpaqlar deyil. Mən elə məsləhət bilirəm ki, kimin imkanı dərəcəsində o işğaldan olmuş torpaqlarda gedib görsüz daha yaxşı olar. Allah hamımızdan razı olsun ki, bu işğala dövlətimiz, ordumuz, müzəffər ordumuz son qoydu və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təmin olundu 23-ci ildə. Həmin bu qəhrəmanların, Ağarıza dayı tez-tez deyirik, bu qəhrəmanların mən deyir, fəxr eləyirəm ki, belə qəhrəmanlarım var. Həqiqətən də Azərbaycan gəncliyi, Azərbaycan təbii ki, müzəffər Ali Baş Komandanın ətrafında millət, ordu, prezident, Ali Baş Komandan vəhdət təşkil elədi. Ordu birləşdi elə biləcəkən ki, xalq birlik yaratdı və bu qələbəni bizə yaşatdı. Allah onlardan dönə-dönə razı olsun. Onlar bizlərə öz haqlarını halal eləsinlər. Allah sizdən də razı olsun ki, bu günləri bizi ilə söz. Hamımıza zəfər günü, dövlətimizin zəfər günü mübarək olsun deyirəm. Allah hamımızdan razı olsun. Ordumuz güclü, qüdrətli, basılmaz olsun. Sözlər bizdən böyüsün, xahiş edirik. Mən də hamınızı salamlayıram. Zəfər bayramı elə bir bayramdır ki, bizim bayramlarımızın içində ən əzizdir, ən təmizidir, ən müqəddəsidir. Bağışlasın Ramazan bayramı, Qurban bayramı. Yəni bu bayramı xalqımız öz birliyi ilə, şəhidlərimizin qanı ilə, qazilərimizin canının yarısını fəda eləməklə elə bir zülmlə qazanmışıq ki, 30 ildir biz bu həsrəti çəkirdik. Allah bu müharibədə iştirakı olan şəhidlərimizdən, qazilərimizdən, xalqımızın birliyi, dövlətimizin rəhbərliyi, bütün bunların hamısının vəhdətindən yaranan bu bayramı bizə çox görmüşdür. Allah bizə qismət eləsin ki, bu bayramı ömür boyu nə qədər dünya durduqca Azərbaycan xalqı yaşaya bilsin. Mən sözümü 2 sətir şeirlə qutarmaq istəyirəm. Bayramlar içində ən əziz bayram, 5 yaşın mübarək Zəfər bayramı. 44 gündə gəldin sən bu dünyaya, gəlişin mübarək Zəfər bayramı. Fəxr edirəm ki, mən belə xalqım var. Fəxr edirəm ki, mən belə Allah bizə belə şəhid övladlar verib, belə qəhrəman oğullar verib. Bu məktəbli uşaqların içərisində də şəhidlər qədər vətənin sevən, qəhrəman oğullar var. Gələcəkdə onlar da Allah qoysa başqa sahələrdə Azərbaycanı yüksəldəcəklər, tanıdacaqlar. Çox sağ olsun burada bugün iştirak edənlərin hər biri. Biz özümüz çox çalışsaq da biz şəhidlərin elədiyinin milyondan birinə bir şəhid anası, şəhid ailəsi olaraq bir şey əldə edə bilmirik. Hamının gəlmək hərdən fikirləşirsən ki, borcudur. Çünki o bizə görə gedib, bütün şəhidlər, bütün şəxsən mənim özümün də o şəhidlərə can borcum var ki, onlar biz yaşadığımız halda onlar arzuların, cavan-canın vətənə, torpağa, elinə, millətinə qurban elədilər. Ancaq gəldiyinə görə bütün bugün burada iştirak edənlərin hamısına təşəkkür edirəm. Çox sağ olsunlar ki, onlar da Zəfər bayramı bizi ilə qeyd edirlər. Çox sağ olun, Allah hər birinizdən razı olsun. Çox sağ olun. Öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Bugün bildiyimiz kimi sevinclə kədərin birləşdiyi bir bayramdır. Bugünkü bayramımız nə qədər həqiqətən qürurluyuq, nə qədər fəxr edirik. Amma bu qürurumuz, bu fəxarətimiz sadəcə sevincdən əmələ gəlmədi. Kötüyündə, bünövrəsində bir kədər də oldu, göz yaşı da oldu, qan da töküldü, amma nəticəsiz qalmadı. Allah şükürlər olsun ki, bu günləri gözəl bir tarixdə unudulmayacaq, Azərbaycanın nə keçmişində, nə də bəlkə də gələcəyində əvəz olunmayacaq bir bayram qeyd edilir. Həqiqət bu günləri ola bilsin ki, burada söz demək, hamı könüldaşdır burada, hamı istəyir ki, könülsüz söz desin. Amma müəyyən tədbirlər var, şəhid valideynlərimiz də rayonda tədbirləri çağırıblar. Ona görə bu tədbirimizi qısa etmək istədik. İnşallah ki, buradan bütün şəhidlərimiz bu günləri fərdi qeydlə ziyarət olunacaq. Onların ruhlarına dualar oxuyacaq. Allah təala bir daha hamımızdan razı olsun.
Allah Taala bu Azərbaycan xalqını daimi var eləsin. Bu zəfər ta qiyamata qədər bizimlə olsun, xalqımızla olsun, gələcək nəsillərimizlə olsun, bu gələcək gözəl bu qəhrəmanlarımızla olsun. Bir daha hər birinizə öz təşəkkürümüzü bildiririk. Bir daha Zəfər bayramımız mübarək olsun. Allah hər birinizdən razı olsun. İnşallah buradan başlayaq şəhid rızamızdan inşallah ziyarətimizi davam etdiririk. Bugün zəfər günüdür, qəhrəmanları anırıq. Tarix yazdı şəhidlər, hamısı əzizimizdir. 44 günlük müharibə, şanlı tariximizdir. Dəmir yumruq düşmənin, mənfur başını əzdi. Düşmənlər Qarabağda daim qala bilməzdi. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım, sənə bu çox yaraşır. Bizə zəfər yaşatdı igid oğullarımız. Hər birini anırıq, minnətdarıq hamımız. Yaşa vətən, çox yaşa, yaraşır zəfər sənə. Alqış, min kərə alqış, zəfəri bəxş edənlərə. Alqış, min kərə alqış, kəndimin igidlərinə. Kelim ama. Sen de aşağı koy kızım. Ay sağ ol. Zaten biri tutar. Amin. Selamun aleyküm ya dargam. Aleyküm Allah rahmet eylesin. Allah Görürsün, gel. Baba, Güneş gel. Allah rahmet eylesin. Sabır versin. Amin. Rabbena atina fid dunya. Minel Fatiha. Allah rahmet eylesin bütün şehitler. Allah sabır versin. Allah cəm şəhidlərimizə, Allah cəm şəhidlərimizin Allah rəhmət eylesin. 8 kadar mucize. Zəfər günündən sonra, bu zəfər günündən sonra cəmi göylər şəhidlərinin valideynləri, çünki bunların da məqamları ucadır. Bunları da həmin zəfəri dadıblar, həmin zəfərdən hamısının payı var. Çünki Azərbaycan torpağından ötürü şəhid olublar. Amin. Rabbena ighfirli ve li valideyye ve lil mu'minine yevme yegumul hisab bi rahmetike ya erhamer rahimin. Velhamdülillahi rabbil alemin. El Fatiha.
uygulamalar verir. Can seyirdaşımızsan. آمين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمات الأحياء منهم والأموات برحمتك يا أرحم الراحمين لله تعالى الفاتحة. Fatiha Allah. Allah rahmet eylesin. Dilime bir tez açayım. Şarkı çıkan dedim ki, yerişende bir türkülü var. O türküler. Sadece Bombili. Ona can mümkün. آمين ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار برحمتك يا أرحم الراحمين والحمد لله رب العالمين الفاتحة. Allah rahmet eylesin. Allah köməkiniz olsun. Allah hamımızdan razı olsun. Ne olur? Orada alınmış. Götür koş. Amin. Esselamu aleyküm. Fatiha Allah. Allah rahmet eylesin. Buyurunuz. آمين ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار برحمتك يا أرحم الراحمين الفاتحة. عليكم اللهم صل. Allah rahmet eylesin. Amin. Kalanları Allah koyacak. Amin. Allah rahmet eylesin. آمين ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب برحمتك يا أرحم الراحمين والحمد لله رب العالمين الفاتحة. Maşallah. Babalarıyla gezir daha hamsız yoş. Bayağı Allah rahmet eylesin. Gel kızım gelin. Mellim. Fatih Mellim. Zahmet olmasa şerait yaratın orada. Fatiha Allah. Errahmanirrahim. Cennet Allah rahmet eylesin. Allah rahmet eylesin.
Amin. Fatiha Allah. Allah rahmet eylesin. Allah hamısına rəhmət etsin. Bütün şəhidlərimizə. Şəhidlər. Allah köməyiniz olsun. Çox sağ olun.